Yeni vloguma və kanalıma hər biriniz xoş gəlmisiniz. Sizi yenidən kanalımda görməkdən çox şadam. Vlogumu inşallah ki maraqla, sevərək izləyərsiniz. Bu dəfə sizin üçün təmizlik vlogu çəkmişəm və təmizliyimi də qonaq otağından başladım. Əslində bu təmizliyi mən edirdim. Sadəcə vlogu başlatmamışdım. Fikirləşirdim ki tez-tez işlərimi görüb bitirim. Onsuz da toz alacağım, rutin işləri görəcəm. Sonra fikirləşdim ki elə onsuz da mənim çəkib paylaşdığım rutin işlərdir və bunu da niyə çəkməyim? Bundan sonra isə başladım sizin üçün də çəkilişlər etməyə. Əslində bu stulları filan, bu hissələri çox hissəsini silmişdim. Hətta televizorun şkafını filan qabağa çəkdim, arxasına sildim, təmizlədim. Amma təəssüf ki o hissələri sizin üçün çəkməmişəm. Sadəcə buradan deyirəm ki onları da təmizləmişdim. Keçən dəfə mətbəx təmizliyində etdiyim kimi burada da belə hissə-hissə təmizlik edirəm. Televizorun arxasına kimi silmişəm, hər yerini silmişəm, stolların ayaqlarını filan. Sadəcə o hissələri çəkmədim. Sonradan başladım vloqa və güllərin altı filan, pəncərələrin əlim çatan hissələrini sildim. Bu gül qabının üstünü indi görürəm videodan. Onu da siləcəm indi. Başladım güllərin üstünü də belə sildim. Pəncərəni silmişdim. Sadəcə o hissələri dediyim kimi sizin üçün çəkə bilmədim. Keçən dəfə mətbəx təmizliyi çəkdiyim zaman da hissə-hissə təmizlik etməyi çox sevdim və buna görə də bu dəfə də hissə-hissə təmizlik edirəm. Bunu da getdim, yaxşı şampunladım, gəldim. İndi sirkəli suyla bu hissələri də siləcəm. Bir hissəni təmizləyirəm, oranı tozsoranlayıramsa həmin hissəni silirəm və quruduqdan sonra əşyaları yerləşdirirəm və həmin hissə artıq həll olmuş olur. Digər şəkildə mən etdiyim zaman təmizliyi bəzən nəyəsə gücüm çatmırdı, nəyisə, yəni gələn dəfə edərəm deyə saxlayırdım. Amma belə hissə-hissə təmizlik edəndə həm təmizlik zamanı ətraf çox dağılmamış olur, həm də təmizlədikcə görürsən ki ev toparlanır artıq və bu da məncə bizim işimizi daha da asanlaşdırır. Buranı təmizləyirəm, toz alıram, yəni çox dərinliyinə getmirəm. Hər zaman sildiyimiz yerlərdir bu hissələr. Demək olar ki hər gün, 2 gündən bir silinir. Çünki Alina əllərini çox vurur bu hissələrə. Yemək yedikdən sonra da bəzən elə olur ki yeməyini yeyir, durur, gəzir və əllərini hər yerə sürtür. Buna görə də davamlı olaraq silirəm. Və belə sildim. İç hissəni isə bir neçə ay bundan əvvəl siz görmüşdünüz ki mən təmizləmişdim. O hissələr çox tozlanmır. Nə yaxşı ki tozlanmır, çünki orada çox əşyalar var. Onları çıxarıb, yəni tez-tez təmizləmək biraz çətindir. Və belə başlayıram, artıq tozsoranımı da qoşuram, tozsoranlayıram bu hissələri də. Mən bu vlogu Novruz bayramının ilk çərşənbəsində çəkdim və əslində çoxdan sizin üçün paylaşmalıydım. Amma bu vlogu editləyib paylaşmaq mənim üçün biraz çox vaxtımı aldı. Buna görə də vaxtında vlogu düzəldib paylaşa bilmədim. Və indi fikirləşirəm ki artıq ikinci çərşənbədir və bu arada çərşənbələriniz də mübarəkdir, xeyirli, uğurlu olsun. Ailənizlə, sevdiklərinizlə birlikdə gözəl bayramlar qeyd edəsiniz inşallah. Və mən də hər zaman bir bayram ərəfəsində və bayramdan əvvəl çalışıram ki təmizlik edim, amma əslində bu təmizlik mənim ürəyimcə deyil. Mən xoşlayıram ki təmizliyi edim və bir neçə gün heç olmasa ev təmiz qalsın. Mən baxım evə, zövq alım, amma çox təəssüf ki bu belə olmur. Çünki mən tozsoranladıqdan bir müddət sonra, hətta tozsoranladıqdan həmən sonra demək olar, Alina peçenyeni götürür əlində, gəlir və bütün hər yeri o peçenya qırıntıları ilə doldurur və mənim də təmizləməyim boşuna gedir. Yenə də buna baxmayaraq təbii ki təmizlik edirik. Məncə bir çox evlərdə bu hal eyni bu şəkildədir. Amma çox istəyirəm ki yəni təmizliyimi edim və bir neçə gün hər yer təmiz qalsın. Bu hələ ki mümkün deyil. Və artıq tozsoranlama işini də burada demək olar ki artıq yekunlaşır. Bu hissələrdə tozsoranlayıram və keçəcəm artıq silməyə.
Bizdə silinəcək yer çox deyil, çünki hər yeri xalçalar tutub və bir neçə hissələr var ki, onları təmizləmək, silmək lazımdır. Çox vaxtı vloqlarımda mən toz soran hissəsini göstərsəm də silmə hissəsini göstərə bilmirəm. Çünki silinəcək yerlər bizdə azdır. Həm də vloq çəkmədiyim günlərdə elə vaxt olur ki, toz soranlaya bilmirəm, amma görürəm ki, qırıntılar tökülüb və oranı da Ferinin salfetkaları ilə silirəm filan. Yəni hər dəfə vloqda eyni şeyi göstərmək olmur. Bu hissəni də gördüyünüz kimi orta hissəsini saxladım, qıraqlarını sildim ki, ayaqlarımız yaş olmasın. Çünki Alina bir yerdə dayanmır. Alinanın da oyun xalçasını sərdikdən sonra, bu arada bu oyun xalçasını məndən çox soruşursunuz. Bunu mən Bakıdan almışam, amma Trendyoldan və Temudan da sifariş verə bilərsiniz. Mən aldıqdan sonra fikir verdim ki, biraz baha qiymətə almışam. Keyfiyyəti çox yaxşıdır, həm də isti saxlayır. Bunun belə bir özəlliyi olduğunu bilmirdim. Həmişə yazılırdı ki, termoxalça, amma mənasını həqiqətən başa düşmürdüm. Amma insan özü oturduğu zaman üstündə bir də görürsən ki, belə insan həqiqətən də isti olur. Yayda ümumiyyətlə üstündə oturmaq mümkün olmur. Yəni o qədər isti saxlayır. Məncə əgər fikirləşirsinizsə belə bir şey almağınızı məsləhət görürəm. Həm də üstünü silib təmizləmək olur. Mən bəzən Alina özü yemək istədiyi zaman öz stolunda oturmaq istəmir və bu zaman gətirib onun üstünə qoyuram və Alina yeməyini yeyir. Yerə tökülən yeməyi də rahatlıqla silib təmizləyə bilirəm. Yəni bu cəhətdən çox asandır. Həm də uşağınızda qışda soyuq olmur. Yəni oturur üzərində oynayır. İstər-istəməz yerdə gəzdiyimiz zaman xalçanın üstündə uşağın oturub oynaması o qədər də yaxşı deyil, amma bu xalça həqiqətən də insanın əlindən tutur deyə bilərəm. Bu arada təmizliyimi də demək olar ki, bitirdim. Bu formada səliqəli bir görüntü yarandı. Yəni maksimum səliqəli görüntü. Başlayıram koridorda təmizləməyə. Əslində buranı fikirləşirdim ki, koridorda elə də bir şey yoxdur. Buranı tez toz soranlayıb, kənarları da silib, ayaqqabıları səliqə ilə yerləşdirib tez bitirəcəm. Amma sonradan fikir verdim ki, divarlarda ləkələr əmələ gəlib. Bu da bilmirəm nə ilə bağlıdır. Neçə vaxtı əslində mən heç fikir verməmişəm, yəni silməmişəm. Bu divarları silmək mümkündür və başladım onları silməyə. Sildikcə gördüm ki, ləkələri çıxır, təmiz görüntü yaranır və həvəsləndim. Demək olar ki, bütün divarları sildim. Və bu hissə də tərtəmiz oldu. Burada indi görəcəksiniz ki, ayaqqabıları şkafa yerləşdirirəm. Sadəcə həmin şkafın içini bir gün ayrıntılı formada sizinlə birlikdə təmizləmək istəyirəm. Həm də şkafla bağlı bəzi fikirlərim var. Onu da sizinlə birlikdə etməyi düşünürəm. Əslində çox istəyərdim ki, rəngini falan dəyişim, amma fikirləşirəm ki, bəlkə yaraşmaz, elə rəngi öz rəngində qalsa yaxşıdır. Hələ ki fikirləşirəm, tam fikirlərim oturduqdan sonra sizinlə birlikdə bunun içində də bəzi dəyişikliklər edərik. Burada da başladım artıq ayaqqabıları yerləşdirməyə. Əslində fikirləşirdim ki, içini silim, ayaqqabıların hər birini təmizləyim. Çünki bəzi ayaqqabılara fikir verdim ki, tozludur. Amma sonradan dedim ki, yox, işimi hələ ki çox uzatmayım, əsas işləri görüm. Ondan sonra bu şkafların içini tək-tək, hərəsini ayrı-ayrı videolarda sizinlə bölüşərəm. Həm necə təmizləyirəm, fikirlərim nələrdir, bunları da rahatlıqla sizinlə bölüşərəm. Və başladım ayaqqabıları bu formada yerləşdirməyə. Burada yer azlığı olduğu üçün siz də fikir verdiniz ki, ayaqqabıları üst-üstə məcbur şəkildə bu formada qoydum. Əslində bəzi ayaqqabıları atmaq istəyirdim. Sonra fikirləşdim ki, yox, hələ ki atmayım. Hər kəs evdə olduğu vaxt hamıdan soruşaram ki, mənə ayaqqabı lazım deyilsə, artıqdırsa, soruşaraq atsam daha yaxşı olar.
Və əslində heç qapını silmək ağlımda yox idi, amma fikirləşdim ki, neçə vaxtdır bu qapını silməmişəm. Qəşəng bir şəkildə sirkəli suyumla birlikdə qapıları da silim. Qapının üstündən də nə qədər kir çıxdı. Bu çöl qapısı olduğuna görə əslində çöl tərəfdən də sildim, təmizlədim, amma mən sildiyim zaman qonşularımız da aktivləşdi, başladılar öz evlərinə girib çıxmağa və buna görə də sizin üçün çox çəkmədim, elə tez şəkildə təmizlədim. Əslində belə baxdığımız zaman qapının üstünün çirk olması bilinmir, heç normal həyatda da görünmür. Sadəcə sildiyi zaman insan hiss edir ki, yox, üstündə ləkələr var imiş və divarın da üstündə olan xırda ləkələri görürsünüz. Çox asanlıqla silindi və bu formada hamısını təmizləyirəm. Əslində bir müddətdən sonra yorulduğumu hiss edirəm, amma bu ləkələri gördükcə istəyirəm ki, hər birini təmizləyim və tərtəmiz olsun. Buranı da təmizləyim deyə bir də gördüm ki, bütün divarları silmişəm və bəzi yerlər oldu ki, onları sizə çəkə bilmədim. Məsələn, stola çıxdım, yuxarı hissəsini filan sildim, o hissələri isə artıq sizə çəkə bilmədim. Və qaynanamgilin otağında belə bu güzgünün üstünü Alina pis günə qoymuşdu, əllərini sürtmüşdü, onu da sildim. Bir gün sizinlə birlikdə inşallah orada qaynanamgilin otağında olan kitab şkafını da təmizləyərik. Həm də kitab sevərlərə maraqlıdırsa oradakı kitabların bəzilərini də sizə göstərərəm. Təbii ki, çox uzatmayacağım, çünki çox insana bu maraqlı olmur. Qısa formada, ümumi formada 1-2 dəqiqəlik də olsa sizə maraqlı nələrsə oradan da çəkərəm. Sonra gəlirəm tez-tez başlayıram yeməyi hazırlamağa. Qaynanam bizdə oruç tutur və başlayıram mərci supu hazırlayıram əvvəlcə. Bu supu da elə bildim ki, hamımız çox yeyəcəyik. Ona görə də çox hazırladım. Düzdür, dadlı alınmışdı. Sümük suyundan da əlavə etmişdim. Amma bir neçə gün qaldı. Əslində yaxşı oldu. Hər gün su bişirmək məcburiyyətində olmadıq. Həm də dadlı alınmışdı, amma biraz çox olmuşdu. Mən əslində yeməyi xoşlamıram səhəri günə qalsın, amma belə su bişirildiyi zaman səhəri günə qalanda daha yaxşı olur. Çünki hər gündə su bişirmək məcburiyyətində qalmırsan. Bir çox adam xırda-xırda doğrayır bu tərəvəzləri. Əsl mərci reseptində isə tərəvəz qatılmır, sadəcə mərcidən ibarət olur. Amma mən iri formada belə doğrayıram və bunlar tam qızardıqdan, tam yumşaldıqdan sonra mərcini də əlavə edib biraz qovururam və ondan sonra suyunu əlavə edirəm. Belə daha rahatdır, yəni dadı da çox dadlanmır. Xırda-xırda doğramağa ehtiyac yoxdur. Qızlar, deməli qaynanam ciyər almışdı. Belə ciyər və ürəkdir. Bunları qaynadıram. İndi Alinaya getdim, baxdım, gəldim. Ona görə söndürdüm altını. Biraz da qaynasın. Kartofla bunu qovuracağam. Kartofum və soğanım da orada hazırdır. Mərci supum da hazırdır axşama, yəni iftara. Qaynanam oruç tutub, onun üçün, yəni həm də özümüz üçün belə yemək hazırlayıram. Alinanın ən sevdiyi suplardan biri mərci supudur. Buna görə də elə bunu hazırladım. Həm özümüz yeyəcəyik, həm də Alina da az da olsa yedi. Hazır. Belə kartof qızartmam. Çaynikə qoydum ki, burada yavaş-yavaş qaynasın. Və bu da ciyərlər hazırdır hər biri. Yoldaşımın ad günü üçün Trendyoldan bir sifarişim var idi, o gəlmişdi. Onu götürməyə düşərkən belə bir səməni gördüm və bunu da aldım. Qiyməti 2 manat idi. Bayaq çıxmışdım. Yoldaşım üçün ad gününə hədiyyə sifariş vermişdi Trendyoldan. O da bir neçə gün əvvəl əslində gəlib, sadəcə mən götürə bilməmişdim. Çıxmışkən elə səmənini aldım. Bunu da götürdüm əvvəlcə. İndi gəlin açaq baxaq nə var içində. Alina imkan versə. Baxın, mən nə sifariş vermişəm. Alina oynasın, biz də buna baxaq. Alina imkan vermiş. Tut bir yerdə baxaq. Deməli, hamam xalatı sifariş vermişdim. Lazımlı bir şey olsun. Əslində başqa rəngini istəyirdim, amma bu rəngi gəldi. Bu rəngi də yaxşıdır məncə. Eləmə, cırma. Hədiyyədir Alina.
Neyse, inşallah yaxşı olar. Kızlar, burada da açdım, baxdım. Əslində açma fikrim yox idi. Sonra dedim ki, elə olduğu kimi necə qatlanıbsa o formada da qoyaram. Onsuz da yoldaşıma, yəni almışam bunu. İstədim sizə də açım göstərim. Bəlkə kimsə sifariş vermək istəyər. Mən məsləhət görürəm, çox məsləhət görürəm. Həm də çox bəyəndim. İstifadə də etdik. Yudum əvvəlcə istifadə etmədən əvvəl. Üstündə belə bir balaca dəsmalda hədiyyə qoymuşdular və çox yaxşı gəldi. Çox normal vəziyyətdə, yəni linkini kim istəyirsə, su çəkməyən materiallardan almaqdansa elə bunu almaq lap yaxşıdır. Özüm üçün də çalışacağam ki, elə buradan sifariş verim. Onu da deyim ki, mən aldığım zaman qiyməti 46 manat idi. Vloqumu isə bura qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Amma bir şey də xatırladım ki, kanalıma abunə olmağı da unutmayın. Hələlik.